Herkese salam. Bugün biz hara gedirik? Bugün Nur uşaq evinə gedirik. Nəyə gedirik? Mənim doğum günümü qeyd eləməyə. Sən neçə yaşın olur? 20 yaşın qeyd eləməyə gedirik. Gedirik doğum günümü qeyd Sizə bu eləməyə. xanımın neçə yaşı var? Hə. Bir dənə hədiyyə verəcəm. Hə. Bilənə məndən hədiyyə. Cidden deyirik. Həqiqətən deyirik. Yalanımız yoxdur. Yasamalı gələrsiniz, hədiyyənizi qazanarsınız. Hə. Mənə görə qapını açdırırsan, çox sağ ol. Çox sağ ol, xanım, çox sağ ol. Bində beşlərimiz çoxdur. Açın, açdılar sağ olsun. Başının arxasını boşaldıb günəlli gözləyirəm. İcazə yoxdur bura maşın sallar. İcazə verdim. Çölə necə daşıyırdı. Əslində düşünürük ki, Araz marketdən gedək şey götürə, araba. Benzin vurduq. İndi də gəlmişik kofe alma. Xanım donur, o birisi Allah bilir hara getdi. Romantik aşkım. Aç da. Gel buradan. Ya kıyamam. Bu da olabilirim ki. Kofin birini olmadı almışsan, özüve niye almadın? Hə? 30 manat. Desene. Az al. Sen özüve niye almadın? Ben ciro verdi. Al aşkım. Geçendir. Ben kofe içmeden. Sen niye almadın ki? Kofe içmeden. Gel bunu saxlamayın, tez ol. O senin şeydir. Al. O verdiğin nədir bizə? O nədir? Çubuğu. Hə. Neyindir ki karıştırıp bana? Allah bu maşın bu günə salma. Allah ki bir dənə torumuzu versəm qabağa uçasın. Artık atam verdim. Da. Nəhlə şey ana. Kızın da ayağını sındırma. Az yavaş ver, ne olur. Bozu değil kız. Tutun aşkım. Allah donuruq kızlar. Meryem'in maşınının Heç xarab oldu. bıçı xarab olub. Titriyik. Çox da. Buna bir de odun fıçı lazımdı. İçəri girdik dedilər ki şeydir. Təmizlik işləri gedir. Ha. 5 şeylər. Bir 10 dəqiqə gedirlər. Zərnur uşaq evinə gəlmişik. Xanım 3 dəfədir gəlir. 3 dəfə təşkil eləyir. Sən 3 dəfədir. Hə. Mən 2017-dən 2018-dən gönüllü olaraq 1 il 2 il işləmişəm. Uşaqlara baxmışam. Orada zobum əmələ gəlibdi, həqiqətən. Qışqırmaq. Və orada yazırsınız ki, Muradla necə tanış olmuşsunuz. Orada salondan pulsuz tələbələr gəlmişdi, belə deyim. Murad da onların yanındaydı. Elə tanış olmuşuq. Yəni sığınma evində tanış olmuşuq. Sənin üçün onda əziz olmalı. Onda dost idi. Sonra mən ora getdim. Salonluğu öyrəndim. Sonra sevgili olduq. Sonra mən salondan çıxdım. İşləməyə qoymadı. Sonra evləndin. Yox, 2-3 ildən sonra evləndim. Amma yenə də bura sənin üçün əziz olmalıdır. Hə, bura yox. Evet. Nə düşünürsən bu haqda? Nə bilim. Qızlar, adam bir uşağa baxa bilmir. Mən orada 25-30 dənə uşağa baxırdım, sənədlər yazırdım. Hə, çox çətin, dəhşət. Belə olmanı baxma. Hər təzə uşaq gəldikcə sən təsəvvürlə bax. Belə deyim də, o 10 dənə uşaq məsəl üçün biraz kürdür. Bir dənə sakit uşaq gəlir anasından. O uşaq da qoşulur birisilərə, vay halı var. Videom Günəldən ibarətdir. Xanımın adı nədir? Nurani. Nurani xanım. Salamlar göndər izləyici. Gəldik, çatdı. Çox pis soyuqdan bu bura çox qəşəng istidir. Günel xanım. Qızlar, bu uşaqların hədiyyəsidir. Özümüz yığmışıq. Bu uşaqların paltarlarıdır. İndi yemək sifariş eləmişik. Pizzadır, tortdur. Uşaqlar almışıq. 33 dənə uşaqdır. Bu bizim gətirdiklərimizi yarısı o biri maşındadır. Bura yox, bura yığılıblar. Koçlar çok sevilen. Şahta babamız da geldi. Salam Neyse donup ya Şahta baba. Ben metroda su gözlemekten donuptum. Burnuna
Şaxta baba ne fikir? Üzr istə, üzr istə. Şaxta baba sizi gözlədiyimizə görə üzr istəyirik sizdən. Narahat olma. Donu be yazıq. Niyə elə eləyirsən? Bir dəfə arzularınızı gerçəkləşdirməyə gəlmisiniz də. Nə arzun var? De. Şaxta baba. Maşın istəyirəm. Ev istəyirəm. Sən bilsən nə dedin? Arzularımı deyirəm sayısın. Yox, sən bilsən nə dedin? Pul. Yox. Pulun olsa hamısını ala bilərsən. Mən üçün maşın gətir, ev gətir, canqan müziği istəyirəm. Başka arzun zaten. Başka emrin. Get tepemde otursan bir kurukta gelsin bir tane. İstiyorsan mı? Maşın, Çox ev. oldu. Allah çox sonra- oldu. Gətirə Bir bilməyəcək. də imkan varsa biraz da pul. Pulu verək, hamısını gəlir. Mən deyirəm, də pul de. Cüneyt. Bir də şaxta baba mənim ad günüm olacaq. Hansı gün? Ay kız bir dakika diyem daha. Sanki. Az bir dakika diyem onda. Hanım. Diyem onda bir dakika daha. Bu. Əslində bu gün burada keçirir ad günüm. Amma yanvarın içində mənim ad günüm olacaq. Yox. Blok atırıq. Hə, danış. Yaxşılar olacaq. Şaxta baba. Ad Yəni yerinə yetir. Əsas arzuları Allah yerinə yetirsin. Sonra da. İstəyirəm ki, istəyirəm ki, həyatımda nə qədər insanlar olsun, o xatam olsun. Bir dənə oğlaq olar, amma qalan hamısı istəyirəm. Hayretler içerisinde izliyorum. Yani şöyle izliyorum. Allah Allah. Oğlak var. Oğlak var. Həyatımda oğlak var. Niyə qız burcu olmasın? Yo. Mən qız burcu. Yox. Oğlanı fərqli. Oğlum qız bürcüdür. Oğlum qızı yox amma. Qız burcu biraz ayağı sürüşkən olur. Yəni oğlaq. Ya, O, qız bürcü. qız burcuyam mən. Çağda bax xətrinə deyildi. Deyildi. Neyse, qız burcunun arzuları yerinə. Eğlendirir. Kan koşacağım bizi. Hamza eline kanına şekil çektirir. Çok sağ ol. 5 manatları kartlara atın Burada uşaqların əl işləri olur. Elə bir bunlar puldan alırsan. O puldan da uşaqları nəsə eləyirlər. Uşağa düşməmiş. Hə? Uşağa düşməmiş. Elə bir sıncağı nəsə alırlar da. Kim eləyir? Yaxşı mən. Mənim eləyir. Adı yaxşı. Əminə. Burada da var. Geldi. Ey oldu. Yemeklerimiz de geldi. Tortumuz da geldi. Bakın ben tortu çekeyim. Ay Allah ne şirindi. Yo ora koymayın da. Stolun üstüne düzəcək. Stolun üstüne getirin. Stolun üstüne. Siz bak. Birinci uşaqlar. Bəli. Yox, əsas. Sağ olun. Mən də çəkdim. Onlar elədi. Hədiyyə. Çəklər. Söndürmüşəm. Uşaqlar pizzanı görüb aşağı vurmayacaqlar, hə? Yesinlər də aşı neynirlər? Düz söhbət. Ay Allah, sən nə şirinsən. Maşallah benim balama. Maşallah. Yemek. O yemek.
Sevdiğiniz işin kışırma sağlığı olmasınız. Kızlar arası gelsin. Ben mahlarımın kimlerdir? Bilmiyorsunuz. Ben de. Motor bilmiyorsunuz. Sanlarda yaşıyorsunuz. Uzak ülkelerde. Ben onda benim mahlarımı sonra bekliyorum. Ben size bir şey koyuyorum. Bravo! Paris'in ressamları seni görüp söyleyin. Ne geçensin mademoiselle. Mademoiselle. Ne geçensin mademoiselle. Mademoiselle. Ne güzelsen mademoiselle. Bir tane sen ya. Ne geçensin. Mademoiselle. Ne güzelsin. Ay şahta baba. Ben. Şahta yaraşır. Yok. Hele Şafta baba görmüşdünüz uşaqlar. Bəli, hər keçib. Keçib. Günel gəl. Heç kimizin açmıyor. Vlog. Burada hamını Salamlayın. yox, hamıyla sağollaşırıq. Vlogun sonu. Maraqlı oldu. Bəyəndin günümü? Gələn yenə. Yusuf'a. Yox dedi. Ha dedi. Hə. O, Eve gəlib, tava cırmışam. Tam alışıb tabii.
gün yanımda olan hər kəsə çox təşəkkür edirəm. Çox sağ olsunlar. Məryəm, Zarina, Amina, Niyaz bəy, Şəbnəm xanım, ən əsas da Nardan Şah restoranı, DJ-miz, Şaxta babamız, animasiyalarımız, hamısı vaxt ayırıb gəldikləri üçün çox sağ olsunlar. Bugün Məryəm xanım çox böyük əziyyət çəkib. Çox. Hətta mən biraz ona başına oyun açmışam. Hal-hazırda xəstədir. Qızdırması var. Güzdədir. Demək nə olub? Hə, demək nə olub? Biz uşaq evindən çıxdıq, gəldik. Hamını düşürtməyə, Çuroğluda düşürtdük. Oradan da mənə dedi ki, evin konumunu mənə göndər, bizə gəlirdik. Mən ona evin konumunu yox, səhv göndərmişəm. Təzən uşaq evinin konumunu göndərmişəm. Biz təzəndən Çuroğludan uşaq evinə qayıtmışıq. Oradan da bilmişik ki, uşaq evinə gəlirik. Təzədən qayıtmışıq. Gördük ki, bizə gəlməyə gec olur. Qayıtdıq getdik, Miranı vaxtadan götürdük. Daha sonra bizə gəldik. Gələndən sonra, yəni, xanım ancaq oturub. Xəstədir çünki, yəni, iş falan gördürə biləmirəm ona. Qonaqdır da, yəni. İndi bilmirəm, mən onlara gedəndə eyni şey olacaq ya yox. Hal-hazırda. Xəstədir, qızdırması var. Yazırım. Allah şəfa versin. Ay Məryəm xanım sizə. Küsüb. Bu qədər. Məryəm xanım.